Bakının mərkəzində azyaşlının ağır xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatı məlum olub. Ağır yaralanan uşağın fotosunu paylaşan bloger Salih Nəsirov hadisə barəsində bəzi məlumatları bölüşüb. Bildirilib ki, hadisə dekabrın 25-i baş verib. Sərxan adlı 10 yaşlı oğlan başından yaralanıb və mərkəzi klinik xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Uşaq beyin travması alıb. Onu polis əməkdaşları vaxtında xəstəxanaya çatdırıb. Maşınla vurulanlardan sedan avtomobilinin sahibi ilk gündən maraqlanır. Lakin Mercedes ML markalı avtomobilin sürücüsü dünən gəlib. Həmin gün məktəbdə bayram tədbiri keçirilib və Sərxana hədiyyə verilib. O səkidə dayanıb və hədiyyəsinə baxarkən bədbəxt hadisə ilə üzləşib deyə Salih Nəsirov yazıb. Qeyd edək ki, hadisə vaxtı uşağa ilk olaraq yol nişanının çırpılması da məlum olub. Baş vermiş hadisə xüsusilə Mercedesin sürücüsünün xəsarət alan azyaşlıya biganəliyi geniş müzakirələrə səbəb olub.